kabirləri ziyarət etdim, xeyli gəldim. Elə muhtarın qapısını göz qaçdı. Gördüm ki, bütün o ala, sokak. Hatta muhtarın da atasının vaxtı zörmü olmuşlar. Kardeş, muhtar demir. Eşitdim elə atasının ölümüyle çok hala düşübdü, ikiye qurşanıbdı. Deyəsən, əlini zıbıttı. Bəlkə birdən gidin, görək hardadır. Selamünaleyküm. Muhtar haradasan? Orada ol, Rıza'yla gel. Dünya, vefasız dünya. Dünya. Vefasız dünya. Of, her şeyden artık bezmişim, hiç ne taqətim yok. Eve getdikcən, atamın yerini boş gördükcən, anamın gözünü yaşlı gördükcən, her şeyden elim üzülür. Atamın vaxtsız ölümü. Ölməmeliydi atam. Niye axı, niye? Rıza, budur. Muhtar oturup orada. Canım kardeş. Muhtar, ne oldu kardeşim? Məni daha da uçuruma aparır.
Oturdum fikirləşdim ki, niyə axı məni yaradan Allaha, mənə izzət verən Allaha ibadət etməyim? Nəysə, şükür olsun, tövbə etdim, Allaha tərəf döndüm, Allah da məni doğru yola yönəltdi. Mən də sənə sadəcə bir qardaş kimi məsləhət görərdim ki, sən də dön səni yaradan, bizi yaradan Allaha tərəf. Onda görərsən ki, bu həyat həqiqətən axirət üçün bir köməkdir. Rıza qardaşım, sən deyənləri mən başa düşürəm. Amma bilirsən ki, bu boyda günah eləmişəm, bu boyda şarab içmişəm, günüm əxlaqsız yerində keçib. Bu boyda günaha qarşısında Allah məni bağışlayar mı? Qardaş, məni bağışlayan Allah, inan səni də bağışlayar. Bilirsən Muxtar, sən nə qədər də günah etsən, bizim Allah rəhimlidir, mərhəmətlidir, bağışlayandır. İnan bizi bağışlayar qardaş, biz də günahkarıq, hər birimiz günahkarıq. Sən qəlbən Allaha yönəlsən, bir daha bu çirkin əməlləri etməmək şəkillə Allaha yönəlsən, Allah səni bağışlayar. Günahlarına görə narahat ol, amma ümidsiz də olma, Allahdan istifadə elə. Allah özü Quranda buyurur ki, ey bəndələrim, məndən dua diləyərək, məndən tövbə diləyin. Onda görərsiniz ki, mən sizi bağışlayım. Məndən istəyin, mən sizi bağışlayım. İnan ki, bağışlayır. Heç vaxt ümidsiz ol. Qardaşlarım, bu cümlə bilmirdim ki, Allah bağışlayandır, mehribandır. Yəqin ki, bu boyda günahımı Allah bağışlayar məni. Deyirəm elə, gedim həm atamın qəbrini ziyarət edeyim, həm atamın ruhunu sevindirim, həm də anamın sevindirim. Həm də mənə namazı öyrədərsiniz, mən də ibadət edərəm. O hər kəsi bağışlayan Allah yəqin məni də bağışlayar. İnşallah bağışlar qardaşım. Gedəşək. Çox sevindim Muxtar. Deyirəm qardaş, məndən də sənə bir hədiyyə olsun. Bu, əldən gəlmiş təsbih və Kərbəladan gəlmiş möhür. İnşallah Allah sənin tövbələrini qəbul edər. Amin. Gedək. Sağ olun.